Həyatında bəzən susmalı olduğunu hiss etmisən, bəzən görməməzlikdən gəlməli, bəzən eşitməməli, bəzən də heç nə soruşmamalı olduğunu. Bu 4 sadə qayda insanın həyatını dəyişir. Baxma, insanların eyiblərinə baxma. Ailə həyatında xırda məsələləri görmə. Başqaları üçün etdiyin yaxşılıqları gözündə böyütmə. Onları görmə. Bəzən görməzdən gəlməyi bacar. Demə, eşitdiyin hər şeyi demə. Sözünün təsir etməyəcəyi adama demə. Qəlb qıran söz danışma. Hər doğru sözü hər yerdə demə. Başqaları üçün etdiyin yaxşılığı dilə gətirmə. Sirrini demə, hətta ən yaxın adamına belə. Eşitmə, hər sözün eşitmək dəyəri yoxdur. 2 nəfər yavaş səslə danışarsa, eşitməməyə çalış. Qeybəti eşitmə, bəzən eşitməmiş kimi davran. Soruşma, sənə aid olmayan şeyi soruşma. Adamın deməyə utanacağı şeyi soruşma. Onu narahat edəcək sual vermə. Faydasız sual soruşma. İxtilaf və dava yaradacaq sual vermə.